Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugünkü dərsimizdə mən sizə təfəkkür mövzusuna yeni əlavə olunmuş növlərdən abstrakt təfəkkür, praktik, analitik, bir də produktiv təfəkkür haqqında məlumat verəcəm. Gəlin ilk əvvəl abstrakt təfəkkürün nə olduğuna baxaq. Bu ifadə ümumiyyətlə sizə yad bir ifadə deyil. Biz sizlə bunu keçmişdik. Harda? Düşünmə formalarını keçəndə abstrakt düşünmə forması haqqında mən sizə məlumat vermişdim. Nə idi? Gizli olan məqamları ortaya çıxartmaq, sətiraltı mənaları dərk etmək, gizli nə isə ortaya çıxartmaq, beynimizdə mücərrəd anlayışlar arasında əlaqə qura bilməyimiz, yəni gözlə görməyən, əllə toxuna bilmədiyimiz mücərrəd anlayışlar arasında əlaqə qura bilməyimiz idi. Həmçinin abstrakt təfəkkürümüzdə bizim beynimizdə əlaqələr qura bilməyimiz, ideyalar, anlayışlar və əlaqələr haqqında düşünmək qabiliyyətidir. Bir sözlə burada konkret olaraq gözümüzlə nə isə görmürük, toxuna bilmirik. Konkret forması olmayan materiallar, məlumatlar, yəni konkret forması olmayan məlumatlar deyəndə tutalım ki, sevgi nədir, ədalət nədir, enerji nədir, zaman nədir və s. çox nümunə gətirə bilərik. Yəni bunlar haqqında düşünmək, onlar arasında əlaqə qurmaq, beynimizdə nəticə çıxara bilmək bacarığı abstrakt təfəkkürdür. Gözlə görmürük, əllə toxunmuruq, mücərrəd anlayışlar arasında beynimizdə əlaqələndirmələr apara biliriksə, deməli biz abstrakt təfəkkürdən istifadə edirik. Burada yazılanlara da baxaq. Deyilir ki, abstrakt təfəkkür insanın birbaşa hiss orqanları ilə görmədiyi, toxunmadığı, konkret obyektlərlə deyil, anlayışlara, prinsiplərə, simvollara, qaydalara əsasən düşünmə qabiliyyəti kimi izah olunur. Baxın, bu simvollar da bu abstrakt təfəkkürü tapmaqda bizə köməklik göstərəcək. Birazdan izah edəcəm ki, simvollar deyəndə nə başa düşülür abstrakt təfəkkürdə. Yəni, abstrakt təfəkkür bir sözlə şagirdə mürəkkəb məlumatları təhlil etməyə, anlayışlar arasında beynimizdə əlaqə qurmağa, problemləri yaradıcı şəkildə yanaşmağa imkan verir. Və burada da nümunələr verilib, bunları da oxuyarsınız. Amma burada isə müəllim dərsdə abstrakt təfəkkürün inkişafında necə dəstək göstərə bilər? 3 dənə xüsusiyyət qeyd olunub. Birincisi, konseptuallaşdırma tapşırıqlarıdır. Konseptuallaşdırma tapşırıqları deyəndə nə başa düşülür? Şagirdin öyrəndiyi anlayışın mahiyyətini, arxasındakı əsas ideyanı dərk etməsinə yönələn tapşırıqlardır. O demişdim, sizə gizli məqamları ortaya çıxartmaq, sətiraltı mənaları başa düşmək, anlamaq, onu ortaya çıxardırıqsa abstrakt təfəkkürdür. Burada da deyilir ki, bir var ki bizim əzbərçi deklarativ biliklərimiz, düzdürmü? Bir də var ki, həmin o əlimizdə olan deklarativ bilimimizdən, faktoloji bilimimizdən əlaqə qura bilməyimiz, mücərrəd anlayışlar arasında əlaqə qura bilməyimiz hansı bilik idi? Konseptual bilik idi. Burada da yəni konseptuallaşdırma tapşırıqları konseptual biliklə əlaqələndirə bilərik. Nümunə olaraq burada deyilir ki, funksiya anlayışını düstur yazmadan izah et. Yəni onu düstur yazmır, sadəcə beynində əlaqələndirərək onu izah edir başa düşdüyü formada. Enerji anlayışını gündəlik həyatdan nümunə ilə izah et. Baxın, bu enerji anlayışını gündəlik həyatdan nümunə ilə izah et deyirsə, tutalım ki, bir var şagird fizika dərsində bu kinetik enerjinin tərifini əzbər şəkildə deyirsə, bu hələ konseptual bilik deyil. Yəni əzbəri nəyinsə tərifini deyirsə, bu deklarativ bilikimizdə bizim, düzdürmü? Amma şagird deyəndə ki, müəllim, yoxuşdan aşağı sürətlə düşən velosipetin enerjisi var və o enerji olmasa, velosiped öz-özünə hərəkət etməz. Bu artıq nədir? Həmin o anlayışlar arasında şagird onu başa düşüb, anlayıb, o anlayışları öz beynində əlaqələndirib və bu artıq konseptual anlayışları, yəni beynində artıq onu mənimsəyib müəllimə izah edə bilir də bunun mahiyyətini. Buna biz deyirik nə? Konseptuallaşdırma tapşırığı. Yəni burada verilmiş nümunənin izahı idi bu. Sonra gəlir ikincisi, simvolizm və metafora. Baxın, simvolizm və metafora deyəndə burada deyilir ki, abstrakt fikirləri simvol, obraz və ya bənzətmə vasitəsilə ifadə etmək bacarığıdır. Şagird anlayışı bir şəkil, vəziyyət və ya model ilə əlaqələndirərək onu vizuallaşdırır və daha dərin mənalandırır. İndi bunun mahiyyətini sizə başa salım. Bu mürəkkəb və mücərrəd, yəni gözlə görməyən bir fikri hər hansısa bir simvola çevirə bilərik, şəkilə çevirə bilərik, bənzətmə, yəni metaforaya çevirə bilərik və yaxud da modellə ifadə etməkdir. Tutalım ki, şagird bir anlayışı başqa bir obraza köçürərək
onun dərin mənasını vizuallaşdırır. Yəni burada şagird hər hansısa bir çətin, mücərrəd anlayışı başa düşmək üçün və yaxud da onu başqasına izah etməkdən ötürü həmin o əşyanı hər hansı bir şəklə bənzədir. İndi nümunə üzərində baş salım sizə. Məsələn, sülh nədir? Biz uşağa sual veririk ki, sülh nədir? Bir var ki, bunu səsli şəkildə də izah etsin. Sülhün mənasını falan. Bir də şagird lövhədə bir dənə ağ göyərçin şəkli çəkir. Bu artıq bu ağ göyərçin nədir? Sülhün simvoludur da, düzdürmü? Yəni simvollarla əvəz etmək, nəyisə hər hansı bir mücərrəd anlayışı, sülh nədir, ədalət nədir, sevgi nədir? Bunlar biz deyirik ki, abstrakt təfəkkürü inkişaf elətdirən suallardır da, düzdürmü? Yəni tutalım ki, uşağa deyirik ki, sülh nədir? Bunu yəni izah etməkdən ötürü qarşı tərəf də onu başa düşsün deyə sadələşdirilmiş şəkildə bir dənə şəklə, simvola çevirir. Onu vizuallaşdırır beynində. Gedib lövhədə bir dənə nə? Göyərçin şəkli çəkir. O göyərçinin özü nədir? Sülhün simvoludur. Bax, bu simvol vasitəsilə öyrətmə deməkdir. Biz metafora ilə deyəndə simvol və metafora deyilir. Burada da nümunələr verilib. İndi mən sizə daha rahat şəkildə başa düşməyiniz üçün sadə nümunələr gətirməyə çalışıram. Metafora ilə deyəndə burada da bir anlayışın xüsusiyyətlərini daha yaxşı anlamaq üçün onu başqa bir əşyanın xüsusiyyətlərinə bənzətməkdir. Yəni bir mücərrəd anlayış biz uşağa deyiriksə, bunu ala izah elə. Şagird onu izah etməkdən ötürü, onu daha yaxşı anlamaq üçün və yaxud onu daha yaxşı başa salmaq üçün bir əşyanın xüsusiyyətini başqa bir əşyanın xüsusiyyətlərinə bənzədir. Məsələn, biz uşağa deyirik ki, bir müəllim kimi uşağa sual veririk ki, dövlət anlayışını izah et. Şagird burada artıq o dövlət anlayışını, dövləti nəyisə bənzətməyə çalışır, metafora yaradır. Uşaq deyir ki, müəllim, dövlət, nümunə yazmışam burada. Məsələn, deyir ki, müəllim, dövlət böyük bir gəmidir. Yəni, dövləti böyük bir gəmiyə bənzədir uşaq və prezident həmin gəminin kapitanı olur. Qanunlar isə həmin o gəminin sükanı ola bilər, xalq isə sərnişinlərdir. Burada artıq görürsünüz şagird dövlət kimi böyük bir siyasi anlayışı gəmi metaforası ilə izah etdi. Yəni artıq metafora nəyisə çətin bir mücərrəd anlayışı daha sadələşdirmək üçün, daha rahatlaşdırmaq üçün onu nəyisə bənzədib, başqa nəyisə əlaqələndirərək onun izah etməsi, bunlar hamısı nədir? Bunlar bizim abstrakt təfəkkürümüzə aiddir. Yəni artıq orada şagird elə izah edir ki, mövzu həm onun özünün beynində tam oturur, həm də qarşıdakı insanlara izah edə bilir. Bir sözlə biz şagirdə dərsdə bugün keçdiyimiz mövzunu, dostluq nədir və yaxud da başqa bir mövzu, ədalət nədir? Yəni bunu mənə sözlə yox, bir şəkillə, rəsmlə, bəzətmə ilə ifadə edirsə, bax bu da artıq şagirdin nədir? Abstrakt təfəkkürünə əsaslanır. Yəni burada sırf simvolu və metaforadan söhbət gedir. Konseptuallaşdırma da aiddir. Yəni onu sözlü şəkildə də izah edirsə, yəni simvol və metafora da bura aiddir deməkdir. Sonra üçüncü gəlir ümumiləşdirmə bacarığı. Ümumiləşdirmə bacarığı nə idi? Ümumiləşdirmə. Burada da şagird ayrı-ayrı faktlarla nümunələrə baxır, onlar arasında ortaq cəhəti tapır. Ümumi qaydaya çıxmasıdır. Yəni ümumiləşdirilmiş bir qaydaya çıxartmaq, bu da abstrakt təfəkkürə əsaslanır. Bu oldu bizim abstrakt təfəkkürümüz. İndi isə keçək o biri təfəkkür növü olan praktik təfəkkür. Praktik təfəkkür nədir? İnsanın gündəlik həyatda qarşılaşdığı real situasiyaları anlamaq, vəziyyətə uyğunlaşdırmaq, problemin ən məqsədə uyğun həll yolunu seçmək qabiliyyətidir. Praktik təfəkkür üçün əsas faktor uyğunlaşdırma, dəyişdirmə və mühitə təsir etmə bacarığıdır. Yəni şagird yalnız qaydanı bilmir, onu harada və necə tətbiq etməli olduğunu anlayır. Yəni burada praktiki təfəkkür adından da göründüyü kimi nəzəriyyəni həyati bacarığa çevirməkdir. Öyrəndiklərimizi tətbiq edəndə bu olur praktika. Adından da göründüyü kimi biz burada yeni bir həll yolu, yəni tam olaraq yeni özümüzdən həll yolları, yeni ideyalar, yeni problemin həll yollarını ortaya qoymaq yox. Burada əlimizdə olanlardan istifadə edərək, əlimizdə olan həll yollarından, mövcud olanlardan da seçim edə bilərik. Onların arasından seçim edib nəyisə həll etmək, tətbiq etməkdir. Şagird burada qaydanı bilir və onu praktiki olaraq tətbiq edəcək. Bir var abstrakt düşünmə. Baxın, abstrakt düşünməni keçmişdik. Nə idi? Beynində nəyisə əlaqələndirmək, beynimizdə qalsın. Bir də var ki, onu dərhal tətbiq olunması. Fərq də budur. Bu, yəni praktik təfəkkürlə abstrakt təfəkkür arasında olan fərq odur ki, abstrakt təfəkkürdə biz deyirik, şagird nəyisə beynində əlaqələndirir, o əlaqələndirməni qorur, problemi məsələn beynində əlaqələndirərək nəyisə həll yolunu, təklifi irəli sürəcək. Amma
praktik təfəkkürdə mütləq şəkildə burada tətbiq olmalıdır. Praktiki olaraq şagird nə isə tətbiq etməlidir. Bu oldu praktik təfəkkür. Praktik təfəkkürü formalaşdıran əsas yanaşmalardan söhbət gedir burada. Əsas yanaşmalar hansılardır? Real həyat probleminə əsaslanan tapşırıqlar şagird abstrakt biliklə yox, konkret situasiya ilə üzləşir və biliklərini tətbiq etməyə məcbur qalıdır. Yəni burada real həyat probleminə əsaslanan olmalıdır. Həmçinin də burada şagird nə isə nə etməlidir? Yəni abstrakt düşüncədəki kimi beynində qalmamalıdır o fikirlər və həyatda tətbiq edə biləcəyi bir şey olmalıdır. Yəni mütləq şəkildə orada tətbiq olmalıdır. Nəticə yönümlü fəaliyyət. Tapşırığı yalnız cavabla yox, istifadə oluna bilən nəticə ilə tamamlanır. Plandır, sxemdir, nəsə tövsiyələrdir, model formasında. Yəni sən onu tətbiq edib planda göstərəcəksən, yeni bir sxem tərtib edəcəksən. Yəni mütləq şəkildə o sözlü şəkildə yox, bir tərtib edəcəyin, tətbiq edəcəyin bir plandır, sxemdir, tövsiyə model nə isə irəli sürməlisən, yaratmalısan. Real düşünmə. Şagird ideal şəraitdə yox, vaxt, resurs, büdcə kimi real məhdudiyyətlər daxilində qərar verməyi öyrənir. Yəni bu o deməkdir ki, burada tutalım ki, hər hansısa bir problemi həll edən zaman, hər hansı bir real həyatı bir situasiyada rahat oturub 4-5 saat biz fikirləşməməliyik. Çevik şəkildə qərar verməyi bacarmalıyıq. Yəni vaxt məhduddursa, tez zamanda hərəkətə keçib qərar verməliyik. Məsələn, buna belə bir nümunə gətirə bilərəm ki, tutalım ki, birdən-birə sinifdə fövqəladə bir hal baş verib. Bu zaman müəllim uşaqlara sakit olun, nə bilim bu formada onları sakitləşdirməyə çalışmaqdansa, tez bir zamanda düzgün bir şəkildə uşaqları çıxışa təxliyə edirsə, onu dərhal işə keçməsi deməkdir də bu. Yəni burada artıq yeni nə isə yaratmır, özündən yeni bir şey yaratmır, sadəcə praktik şəkildə davranır müəllim və tez bir zamanda qərar verir, çevik şəklində davranırsa, bu artıq nədir? Praktik düşünmədir. Yəni burada bu əsasdır. Yəni real düşünmə şagird ideal şəraitdə yox, vaxt, resurs, büdcə kimi real məhdudiyyətlər daxilində qərar verməyi öyrənir. Tutalım ki, şagird nə isə hazırlayacaqsa, əlində lazımlı ləvazimatlar yoxdursa, yəni oturub nə isə gözləməməlidir. Mənim əlimdə nə bilim ləvazimatlar yoxdur, lazım olan şeylər yoxdur. Əlində olan resurslardan istifadə edərək nə isə tətbiq edə bilər, anında nə isə yarada bilər. Yəni bu formada praktik olaraq nə isə icra edirsə, tez zamanda, çevik zamanda həyata keçirmək varsa, bu bizim praktik təfəkkürümüzə əsaslanır. Oturub orada, yəni sənin sərbəst vaxtın yoxdur ki, yəni rahat şəkildə, yəni anında belə deyim də, tez, çevik şəkildə dərhal qərar verə bilməyimizdir. Qərar vermə və əsaslandırma şagird birdən çox mümkün həll yolları içərisindən ən məqsədə uyğun olanı seçir və səbəbini izah edir. Yəni burada da şagird artıq alternativ həll yolları yaratmaq yox, həll yollarının içərisindən olan, məsələn, bir neçə həll yolu varsa, onların içərisindən ən məqsədə uyğun olanı seçir, onun səbəbini izah edə bilirsə, bu da bizim praktiki təfəkkürümüzə əsaslanır. Burada da praktiki təfəkkürə aid olan nümunələr verilib, bunları da oxuyarsınız. Yəni nə isə belə deyim də, təkliflər vermək, planlar hazırlamaqdır, yeni öyrəndiklərimizdə həyata gedib tətbiq etməyimizdir. Yəni bunlar hamısı praktik təfəkkürə əsaslanır. Burada artıq öyrəndiklərimizdən yola çıxıb nə isə hazırlayırıq, plandır, sxemdir, tədbirlərdir. Əlimizdə olan imkanlardan hər hansı bir problemi həll etməyimiz, o işi anında bitirməyimiz, tez şəkildə, çevik şəkildə belə deyim, yanaşmağımız, əlimizdə olan imkanlardan, həll yollarından istifadə edib nəydəsə tətbiq ediriksə, məhdud imkanlar varsa da onların içərisindən əlimizdə olanlardan istifadə edib çevik şəkildə nə isə hazırlayıb tətbiq ediriksə, deməli praktik şəkildə davranmaq deməkdir. İndi isə baxaq analitik təfəkkürə. Analitik təfəkkür nədir? Bu ifadə də sizə yad bir ifadə deyil. Analitik düşünmə formasında biz keçmişdik sizlə. Yəni burada analitik təfəkkür deyəndə hər hansısa bir mürəkkəb məlumatı, problemi sistemli və məntiqi şəkildə hissələrə bölmək. Bu hissələr arasındakı əlaqələri qiymətləndirib əsaslandırmaq, nəticə və qərar çıxarmaq bacarığıdır. Analitik təfəkkür mürəkkəb problemləri addım-addım daha sadə, idarə olunan hissələrə bölərək onları araşdırmaq və səmərəli həlləri bütöv şəkildə inteqrasiya etmək prosesidir. Yəni analitik təfəkkürdə dərindən bir təhlil, dərindən bir analiz aparırdıq. Hər hansısa bir problemi anında həll etmək yox, onu hissələrə bölməklə, addım-addım şəkildə o problemin həll yollarını tapmaqdan ibarət idi. Məsələn, problemləri hissələrə bölmək, parçalamaq, hissə-hissə bir-biri ilə müqayisə etmək, aralarındakı əlaqələri tapmaq,
addım-addım həll etmək bacarığı bu analitik təfəkkürə aiddir. Analitik düşünən şagird bir suala cavab taparkən təxmin etmir, emosional şəkildə cavab vermir. Məsələn, tutalım ki, uşaq hər hansı bir testi işləyir. O testin cavabını mən belə təxmin edirəm deyib birbaşa A variantı, B variantını götürmür. Burada şagird emosional şəkildə qərar vermir. Burada faktları, sübutlara əsaslanacaq. Təkcə məsələn bu sualın cavabı A variantı olacaq deyib təxmin yürütmür də. Orada artıq tək-tək variantları təhlil edəcək, hissələrə ayıracaq, əlaqə qurmağa çalışacaq. Cavaba gedən yolu sizə addım-addım şəkildə izahını verəcək. Yəni bir dərindən təhlil edir ki, A variantı niyədir, B variantı niyə ola bilməz, C variantı nəyə görə deyil. Onlar arasında əlaqə, sübutlara əsaslanır. Emosional şəkildə və yaxud da mən bu cür təxmin eləyirəm deyə o formada cavabı götürməyəcək. Bax bu nədir? Analitik təfəkkürə əsaslanır. Problemi hissələrə bölmək deyəndə çox vaxt şagirdlər çətin formada bir dənə tapşırıq görəndə, problem görəndə vahiməyə düşürlər. Burada artıq analitik təfəkkür olan ilk addımda o böyük problemi, bu təfəkkürə malik şagirdlər daha doğrusu o böyük problemi kiçik, idarə olunan hissələrə ayıracaq. Məsələn, şagirdə uzun, çətin bir dənə mətn veririksə, o mətni bütöv oxuyub çaşmaq əvəzinə şagird burada mətni hissələrə ayıracaq. Giriş hissəsi hansıdır, əsas hissəsi hansıdır, nəticə hissəsi hansıdır, onları artıq qruplaşdırıb hissələrə ayıracaq. Baxın, burada da analitik təfəkkürdə olan xüsusiyyətləri də oxuyarsınız. Mən sizə sadə dildən izah edirəm. Deyilir ki, analitik təfəkkürü inkişaf etdirmək üçün bu bacarıqlara sahib olmaq lazımdır. Birincisi, hissələrə ayırmaq. Elə bayaqdan izah verdiyim kimi, mürəkkəb bir problemi, mətni, hadisəni və ya anlayışı daha kiçik mənalandıra bilən hissələrə bölmək bacarığıdır. Analitik təfəkkürün başlanğıc nöqtəsi məhz buradan başlayır. Problem çox vaxt şagirdlərə olduğundan böyük çətin görsənir, amma hissələrə ayırma həmin bütövlüyü idarə olunan vahidlərə çevirir. Bu olmadan səbəb nəticə qurmaq, müqayisə aparmaq və əsaslandırma çətin olur. Yəni mən gətirdiyim nümunədə hər hansı bir uzun, çətin bir mətn veririksə, o mətni bütöv oxuyub çaşmaq əvəzinə şagird artıq onu hissələrə ayıracaq. Giriş hissəsi, nəticə hissəsi, əsas hissəsi hansıdır? Yəni bunu qruplaşdıraraq, hissələrə ayıraraq o formada təhlilini aparacaq. İkincisi nədir? Müqayisə və qarşılaşdırma. İki və ya daha çox obyektin, anlayışın və ya yanaşmanın oxşar və fərqli cəhətlərini sistemli şəkildə araşdırmaqdır. Analitik düşüncə yalnız fərqi görmək deyil, fərqin mənasını anlamaqdır. Şagird nəyin fərqli olduğunu bilmək əvəzinə bu fərqin nəyi dəyişdirdiyini, niyə vacib olduğunu müəyyənləşdirməyi lazımdır. Baxın, bir növ bu analitik təfəkkür taksonomiyanın təhlil etmək mərhələsinə. Nəyisə bir dərindən təhlil edirsən, analiz edirsən, araşdırırsan, bu artıq bizim təhlil etmək mərhələsi ilə də üst-üstə düşür. Müqayisə və qarşılaşdırma, məsələn, şagird iki fərqli iqlim zonasını müqayisə edir və tapır ki, iqlim fərqli olduğu üçün oradakı insanların təsərrüfatı, yaşayış forması da fərqlidir. Yəni artıq bunun səbəbini və təsirini şagird dərk edir. Müqayisə və qarşılaşdırır. Müqayisə edib ən yaxşı olanı ortaya çıxartmaq da bura aiddir həmçinin. Və üçüncü gəlir burada səbəb-nəticə əlaqəsi. Səbəb-nəticə əlaqəsində bir hadisənin niyə baş verdiyini, nə ilə nəticələndiyini ardıcıl şəkildə izah etmək bacarığıdır. Şagirdlər çox vaxt hadisəni təsvir edirlər, amma izah etmirlər. Analitik təfəkkür təsvir mərhələsində, izah mərhələsində keçid tələb edir. Baş vermiş tarixi hadisənin səbəblərini, həmçinin qısa və uzun müddətli nəticələri müəyyənləşdir. Yəni burada səbəb-nəticə əlaqəsi bir hadisənin sadəcə nə olduğunu təsvir etmək deyil. Onun niyə baş verdiyini, gələcəkdə nəyə yol açacağını tapmaqdır. Yəni burada şagird dərindən bir təhlil edir. Bu hadisə necə baş verdi, niyə baş verdi, gələcəkdə nə kimi hadisələrə yol açacaq. Yəni bunu artıq bir dərindən təhlil edir, analiz edir. Ona görə buna deyirik ki, biz analitik təfəkkür. Məsələn, tarix dərsində nümunə gətirim. Şagird sadəcə müharibə filan ildə oldu. Yəni onu demir, sadəcə fakt şəklində demir. O deyir ki, vergilər artdığı üçün xalq üsyan etdi və dövlət belə deyim ki, zəiflədi, süquta uğradı, nəticəyə gəldi. Yəni səbəb-nəticə əlaqələrini burada qura bildi. Sonra dördüncü gəlir burada nə? Sübutla düşünmə. Sübutla düşünmə də elə bayaq dərsin əvvəlində, izahın əvvəlində də mən sizə qeyd etdim ki, sırf emosiyalara əsaslanmır da burada şagird. Yəni və yaxud da təxminlərə əsaslanmır. Mən belə düşünürəm, mən bu cür təxmin edirəm, yox. Burada artıq şagird fikrini emosiyalarla yox, təxminlərlə yox,
konkret faktlarla, sübutlarla əsaslandırma gətirəcək. Hər hansı bir fikrin məlumat, fakt və ya nümunə mətn parçası ilə əsaslandırmasıdır. Analitik düşünmə fikir söyləmək deyil, əsaslandırmaqdır. Şagirdi emosiya və təsadüfi fikirlərdən uzaqlaşdırır. Elə mən dediyim formada. Yəni burada artıq şagird konkret olaraq faktlar, sübutlarla fikirlərini əsaslandırma edəcək. Və alternativ izahlar. Alternativ izahlarda hər hansı bir problemi yalnız bir düz cavabı olar kimi yox, yəni bir neçə həll yolu olduğunu qəbul edə bilmək. Məsələyə fərqli pəncərədən baxmağı bacarmaqdır. Alternativ həllər, tutalım ki, riyazidən hər hansı bir çətin bir misal var, məsələ var. Həmin məsələ üçün sinifə bir yol göstərilir. Analitik düşünən şagird isə deyəcək ki, ay müəllim, bu məsələnin başqa bu cür yolu da var. Daha qısa yolla bu formada həll edə bilərik. Yəni artıq alternativ yollar göstərməyi bacarır. Bir neçə yolu olduğunu qəbul edir. Bu da nədir bizim? Analitik təfəkkür. Yəni ümumiyyətlə bu kimi xüsusiyyətlər hamısı özündə indi ayrı-ayrı alternativ izah nədir, sübutla düşünmə nədir? Yox. Bunlar sadəcə analitik təfəkkürü ümumiləşdirmək üçün bu 4 dənə xüsusiyyət verilib də bizdə. Yəni analitik təfəkkürü inkişaf etdirmək üçün bu bacarıqlar olmalıdır deyir. Hər hansı bir çətin problemi hissələrə ayırırsan, müqayisə və qarşılaşdırma edir şagird, səbəb-nəticə əlaqələrini qura bilir, sübutla düşünür və alternativ izahlar yarada bilir. Bir növ dərindən təhlil etmək, hissələrə parçalamaq, o dərin o təhlil apararaq, belə deyim ki, hər hansı bir problemi hissələrə ayıraraq o formada problemi həll etməkdən söhbət gedir. Bu da oldu bizim analitik təfəkkürümüz. İndi isə produktiv təfəkkür haqqında da məlumat verək. Produktiv təfəkkür məhsuldar deməkdir. İnsanın problemi və situasiyanı dərin şəkildə anlayaraq onu yenidən qurması və bu əsasda yeni, mənalı və işlək həll tapmasıdır. Produktiv təfəkkürdə də mütləq şəkildə nəyisə tətbiq olmalıdır. Yeni bir şeyin tətbiqidir. Biz praktik təfəkkürdə keçdik sizlə. Praktik təfəkkürdə də deyirik ki, mütləq şəkildə orada tətbiq olmalıdır. Amma bu yeni bir şey olmaya da bilər. Mövcud olanların içərisindən nəyisə götürərək praktik şəkildə tətbiq etməkdən söhbət gedirdi. Amma produktiv təfəkkürdə isə mütləq şəkildə yeni bir ideya, yeniliyin bir tətbiqi burada ön planda olmalıdır. Adi yaradıcı təfəkkürdə də ideya yaradır. Produktiv təfəkkürdə isə həmin o ideyanı tətbiq edə bilən, nəticəyə yönəlik şəkildə istifadə edə bilən bir şey olmalıdır. Məsələn, bir var ki, yaradıcı bizim düşünməyimiz. Yeni bir ideyalar yaradırıq, yeni təkliflər irəli sürürük, müxtəlif layihələr veririk şirkətlərə. Amma ortada tətbiq ediləsi bir iş yoxdur. Amma ortada o tətbiq ediləsi bir iş, nə isə icra ediriksə, təkcə beyində qalmamaq, bu artıq produktivlikdir. Ortaya yeni bir məhsul, yeni bir həll yolu çıxarmaqla nəticələnirsə, bu produktiv düşünmədir. Produktiv düşünmədə biz yaradıcı təfəkkürdən də istifadə edirik. Yəni produktiv məhsuldar düşünən insan təbii ki, o yaradıcı təfəkkürünü də işə salacaq. Amma yaradıcı təfəkkürdə mütləq şəkildə tətbiq etməklə bağlı deyil də, yaradıcı şəkildə nə isə düşünə bilərik, yaradıcı bir ideyamız ola bilər, yaradıcı bir təklifimiz ola bilər. Bu da bizim yaradıcı təfəkkürümüzdür, düzdürmü? Amma produktiv düşünəndə isə mütləq şəkildə orada tətbiq olmalıdır. Yəni sən artıq o məhsulu yaradıb ortaya qoymalısan. Hər hansı bir yaradıcı, özünə məxsus həll yolunu, problemi həll edirsən və standart yolla, hamının bildiyi yolla yox, yeni bir şey, yeni bir həll yolu ilə sən onu həll edirsən, yeni bir məhsul ortaya qoyursan, tətbiq edirsən. Fərq bundan ibarətdir. Məsələn, deyirəm ki, sadəcə fikrimdə bir ideya kimi televizorda sensor qoyaraq, ondan elektron lövhə kimi istifadə etmək olar. Bunu sadəcə düşünürəm. Bu mənim yaradıcı düşünməmdir. Yaradıcı şəkildə düşündüm. Amma onu artıq mən yaradıramsa, televizora bir dənə sensor qoyub, ondan artıq elektron lövhə kimi mən istifadə edib tətbiq edirəmsə, deməli ortaya yeni bir şey ortaya çıxartdım da, yeni bir məhsul ortaya qoydum. Bu artıq nə olur? Produktiv düşünmədir. Produktiv düşünmə mövcud bilikləri, produktiv düşünmə mövcud bilikləri, mövcud olan bilikləri sadəcə təkrar etmək deyil. Həmin biliklərin daxilində yeni kombinasiyalar yaratmaq, vacib və ikinci dərəcəli amilləri ayırd etmək, təcrübəni yenidən təşkil etmək bacarığıdır. Baxın, burada nümunə formasında da verilib Time kitabında. Bir var reproduktiv yanaşma, bir də var produktiv yanaşma.
Reproduktiv yanaşma deyəndə tutalım ki, burada deyilir ki, produktiv təfəkkür təkcə yeni fikir yaratmaq deyil, onu yenidən qurmaq, real həll yaratmaq ardıcıllığını əhatə edir deyilir. Və burdan sadə bir həyatdan nümunə götürülüb. Deyilir ki, şüşə bankanın qapağı açılmır. Baxın, burada nümunə verilib. Şüşə bankanın qapağı açılmır. Reproduktiv yanaşmaya malik olan insan eyni hərəkəti təkrar-təkrar edəcək və daha çox güc tətbiq edəcək. Yəni şüşə bankanın qapağı açılmırsa, o öz gücünü sərf edəcək ki, reproduktiv yanaşmaya malik olan insan. Yəni ancaq onun qapağını açsın da, yəni gücünü sərf edəcək orada. Produktiv düşünən insan isə problemin fiziki mahiyyətini anlamaq, təzyiq fərqi nədir, sürtünmə hardan yaranır və buna əsasən yeni həll yolu tapmaq. Qapağı isti suyun altında saxlaya bilər, kənarına yüngül zərbə vura bilər, nazik bıçaqla kənarından hava buraxmaq və istilik materiallarının genişlənməsinə baxaraq işlək formasıdır. Yəni bu formada artıq o hər tərəfli məsələyə yanaşacaq, yeni bir şey ortaya çıxartmağa çalışacaq. Yəni reproduktivdə olduğu kimi eyni bir hərəkəti təkrar-təkrar etməyə çalışmayacaq. Və burada da Time kitabında bir nümunə formasında da verilib. Deyilir ki, 9-cu sinif şagirdi demək olar ki, hər gün dərsə gecikir. Hamı ona axşam tez yat ki, tez durasan deyir. Yəni hamı eyni şeyi deyir də, axşam tez yat, səhərdə tez dur deyir. Şagird əvvəldən bildiyi bu məsələləri dəfələrlə sınayıb, amma vəziyyət çox da dəyişmir. Yəni bu dəfələrlə hamının dediyi bir şeyi sınayırsa və hər dəfə də nəticə dəyişmirsə, deməli bu reproduktiv yanaşmadır. Eyni qaydanı təkrar tətbiq etmək bu reproduktiv tətbiqdir. Bəs produktiv təfəkkürdə necə olacaq? Baxın, burada da artıq şagird analizini aparır. Problemi dərindən anlamaq üçün o bir həftə ərzində hər səhər nə etdiyini yazır. Şagird burada artıq birinci yazmağa başlayacaq. Mən saat 7:00-da dururam, zəng çalır, 10 dəqiqə yerimdə uzanıram. Sonra telefonda sosial şəbəkəyə baxır. 7:10-dan 7:30-a qədər. Sonra 7:30-da da durur, tələsik şəkildə geyinir. 7:40-da səhər yeməyini yeyib evdən çıxır. Halbuki 7:45-də evdən çıxmalı idi. Bu isə gec qalır. Yəni 5 dəqiqə qalmış evdən çıxır. Və şagird anlayır ki, problem tez durmaqdansa yataqdan qalxdıqdan sonra telefonu vaxt itirməməyə sərf etməkdir. Yəni şagird burada artıq hər tərəfli düşünərək problemin dərindən anlayır, problemin nə olduğunu, öz problemin nə olduğunu yazır, mən harda səhv edirəm, nəyi düz etmirəm. Bunları artıq yazaraq, sonradan artıq özünə yeni bir qayda yaradır. Baxın, burada yeni bir qayda, vəziyyəti yenidən quraraq özündə yeni bir qayda yaradır. O telefonu gecə yataq otağında yox, dəhlizdə qoyur ki, səhər götürmək üçün artıq yataqdan qalxsın. Yəni öz yatdığı otağında qoymur da, artıq deyir ki, səhər götürmək üçün o biri dəhlizdə qoyur ki, artıq budilnik vurulanda gedib telefonu götürsün. Yəni özünə həmçinin də oyun qaydası qoyur ki, məktəbdə çatana qədər telefona baxmıram. Əgər buna əməl etsəm, günün sonunda özümə 30 dəqiqə əlavə istirahət vaxtı verəcəm. Yəni bu situasiyada şagird problemi sadəcə tezdən dur məsləhəti ilə yanaşmır, öz gündəlik fəaliyyətini təhlil edir, problemi başqa cür qurur və real şəraitə uyğun işlək həll tərtib edir. Bu artıq təkcə yaradıcı ideya yox, produktiv təfəkkürdür. Yəni problemi dərindən başa düşüb, strukturunu dəyişmək, tətbiq olunan davamlı həll yolu tapmaq. Yəni bir sözlə bu nümunədən də başa düşdüyünüz kimi, produktiv təfəkkür tətbiq olunan bir şeyin ortaya çıxartması, yəni real şəkildə onu tətbiq edib, problemin nə olduğunu sadəcə elə problem formasında yox, onu dərk etmək, başa düşmək, təkcə yaradıcı ideya yox, produktiv şəkildə, yəni onu tətbiq olunan davamlı bir həll yolu tapmaqdan ibarətdir. Şagird artıq özünə qurduğu bu qayda ilə artıq özünə həm vaxtını düzgün şəkildə idarə edə biləcək, həmçində davamlı şəkildə onu tətbiq edəcək və özü belə deyim ki, məktəbinə də gecikməyəcək. Bu artıq nədir? Produktiv, yəni məhsuldar düşünməkdir. Yeni bir şey, yeni bir məhsulun ortaya qoyulması, praktiki olaraq yerinə yetirəcəyimiz, tətbiq edəcəyimiz ortaya bir məhsulun çıxardılması, bu artıq produktiv təfəkkürdür.